Məni izləyən hər kəsə yeni vlogdan salamlar. İlk öncə hər birinizin Ramazan bayramını təbrik edirəm. Gecdə olsa Allah tutduğunuz oruçları və etdiyiniz duaları qəbul etsin inşallah. Gələn il Ramazan bayramını bu ilkindən də daha gözəl şəkildə keçirdək. Bu bayramı bizə çox gözəl bir şəkildə keçirməyi nəsib oldu. Nənəmiz bizi teatra gətirdi. Əyləncə mərkəzində kiçik bir teatr keçirilirdi. Teatr Novruz bayramı ilə əlaqədar idi. Ancaq Novruz bayramı ilə əlaqədar olsa da Spiderman və Korsan var idi. Bunun nə əlaqəsi onu biz də bilmədik. Uşaqlar teatrı izləyib bitirdikdən sonra əyləncə mərkəzində bol-bol əyləndilər. Daha sonra isə şəkillər çəkdik. Burada isə anam fotosesiya edirdi. Uşaqlar bol-bol əylənib toplarda uzanıb dincəldikdən sonra onlarda şəkillərini çəkdik. Burada isə necə xoşbəxt olduqlarını görürsünüz şəkil çəkmək üçün. Daha sonra isə yemək yemək üçün yuxarı qalxdıq. Uşaqlar yemək yeyib enerjilərini yenilədikdən sonra isə özlərini səhnəyə atdılar və möhtəşəm performanslarını göstərdilər. Hesabı nənəmiz ödədiyi üçün burada biraz balkona çıxıb hava almaq istəyir. Və əlbəttə ki, biz onu orada da tək qoymuruq və nənəmizin ardınca balkona çıxırıq. Əyləncə mərkəzindən sonra anam getdi. Biz isə uşaqları parka apardıq. Parkda çoxlu oynadılar. Daha sonra isə Eltimgil ilə görüşdük və onlarla bir yerdə parkda uşaqları gəzdirdik. Bitdi mi bitmədi. Oradan da sonra akvarium əyləncə mərkəzinə gəldik və uşaqlar biraz da burada bol-bol əyləndilər. Və günün sonunda Qoç ət yemək restoranına gəldik. Buranın dizaynerini çox bəyəndim. Royal hər zamanki kimi burada da öz performansını göstərir. Getdiyimiz hər yeri bir-birinə qatan o iki uşaq. Bu qədər hələlik.